Telefon zaryadkaya qoyulur. Zaryadka nədir Azərbaycan dilində? O da Azərbaycanca olmalıdır. Enerji, bilmirəm valla da. Enerjiyə qoyuruq məsələn telefon. Elə zaryadka yaxşıdır. O bir nəfər deyirdi, getmişdim, mollaların məclisi idi. Nə bilim mən bir-birinə qəribə salamlaşırdılar. Biri durur dedi, məssakumullah bil xeyr. Biri deyirdi, nə, mən də deyib bilmədim, nə deyəm. Durdum dedim, səmiyallahu limən həm. Bildiyim bir dənə ərəbcə sözü o idi. Gördüm bir cür sözlər deyirlər, biri deyir, məsələn, əsədallah əyyaməkum bayramlarını belə təbrik edirlər, fitr bayramı günü idi. Deyir, hərə bir cür dedi, mən də elə bildiyim bir dənə bu idi, bunu dedi. Siz Allah yatmayın, mən bu moizəni axıra çatdırım. Yatmayın, yanınızdakına tapşırın ki, yatanda məni durğuz, o yat. Ki, mən burada görürəm, hamınızı görürəm, hamının simasına baxıram, diqqətlə baxıram və görəndə biri yatıb, mən çox narahat oluram. Xahiş edirəm, yatmayın, yatmaq olanlar da geçsin evdə uzansın, rahat, ayağını uzatsın, yatsın. Burada mən laylay oxumuram da sizdən. Xahiş edirəm ki, yatmayasınız, yalvarıram sizə yatmayın. Çünki ən xoşuma gəlməyən şeylərdən biri, keçən illər demişəm, yatmaqdır. Moizədə belə yatmaq yox, yəni xütbədə, məclisdə yatmaq. Ona görə xahiş edirəm sizdən. Gülərüz adamlar Peyğəmbəri cəzb eləyərdi. Həmişə dayanıb əl sıxıb onlarla görüşərdi. Onlara vaxt ayırardı. Yoxsa adam zariyə, ağzı açmağa peşmansan. Salam, necəsən başlayır. Necəsən başlayır, sənin də halı o xarab eləyir. Sən də başı tutub qaçmaq istəyirsən. Ki, mən nə qələt elədim, buna salam verdim. Adam var uzaqdan, öpəsən desən salam. Yaxın gəlmə, mənə virusdur, çünki səni də yoluqduracaq. Söz vermişəm, az danışım, bilmirəm, harada kəsim sözümü. 5-6 dəqiqə inşallah istəyirəm tamamlayayım. Sizi yormuram ki mən. Yaxşı, bir nəfər verin. Yaxşı, onda biraz 5-6 dəqiqə davam eləyək. Yorsam deyəcəksiniz, yorursan. Yorursan məsələn. Bir dənə hədis deyimdə da oğlan bellədi mənə. Oyna. Ona görə bir dənə hədis deyim. O Arif deyir, həmişə nəsihət eləyərdi ki, qadınlarınıza dəyər verin, onun qədrini bilin. Tələbələr dedi ki, yəqin ki, bunun ağzı isti yerdədir, Bakılılar demişkən. Ağzı isti yerdədir, bu elə bilir ki, keyfdədir cəmaat, qadınlarınıza dəyər verin.